Nəriman Həmidoğlu Musayev 1934-cü ildə Qərbi Azərbaycanın Bəmbər mahalında, Böyük Qarakilsə rayonu Arçuk kəndində doğulub. Onun 7 yaşı tamam olanda 2-ci Dünya müharibəsi başlayır. O, 1941-ci ildə Arçuk Orta Məktəbinə 1-ci sinifə gedir. Müharibə olmağına baxmayaraq, orta məktəbi uğurla başa vurur. Artıq müharibə bitmişdi. Gənc Nəriman təhsilini davam etdirmək üçün qonşu, indiki Gürcüstan Respublikasında Savalan Pedaqoji Texnikumuna sənədlərini təqdim edir və qəbul olur. 1950-ci ildə daxil olur, 1953-cü ildə oranı müvəffəqiyyətlə bitirir. Nəriman müəllim texnikumu bitirdikdən dərhal sonra tam ali təhsil almaq məqsədi ilə Bakıya yollanır. O vaxt ki, Azərbaycan Pedaqoji İnstitutuna sənəd verir və həmin il qəbul olunur. Lakin növbəti il İbtidai Sinif Müəllimliyi fakültəsinə daxil olur. 1959-60-cı tədris ilində oranı da müvəffəqiyyətlə bitirib doğma ata-baba yurduna dönür. Budur, onun əsl həyat hekayəsi bundan sonra başlayır. O, doğma Arçuk kəndində müəllimlik fəaliyyətinə başlayır. Ailə həyatı qurur və övladları olur. İndi 91 yaşlı Nəriman müəllimin çox sayda nəvəsi və nəticəsi var. Ən əsası da odur ki, Nəriman müəllimin bugün onlarla, yüzlərlə əlindən tutaraq yazmağı, oxumağı öyrətdiyi şagirdləri var. Hal-hazırda onlar ölkənin müxtəlif sahələrində faydalı əməklə məşğuldurlar. Onlar öz müəllimlərini unutmur və mütəmadi ziyarət edirlər.
tarixçəni burada biz 5-10 dəqiqəyə sığışdıra bilmərik. Sizin bugün o yaddaşınızda həkk olunan işıqlı məqamlar var. Onlara da yenə yer ayırarıq. Belə də vəfalı qardaşımız onun texniki məsələlərində bugün dərdim biraz uğurlu alınıb, o daha az montaj eləyəcək. Yəqin ki, üzə çıxacaq hissəsi qaymaq olacaq. Belə də elə biz bu ənənəni sizdə davam etdiririk. Bu ənənəni ortaya qoyan qardaşımızın Acıberkin görünməyən tərəfinin biri də yanımızdadır. Özü də təvazökarlıqla dedi, bir axıra qalım, biraz ürəyini belə deyim, açsın. Davamlı bizim bu ziyarətlər sırasında Həmid qardaşımız çox ürəkdən, çox sevinərəkdən elə həmi sizin ziyarətinizə can atır. Burada da elə ürəklə danışır, səmimi fikirlərini deyir. Yenə dolu gəlib, boğçası doludur. Dolusu zaten yoktu, elə siz. O bana söz verib. Söz verir. Söz verib, sözünü də yerinə getirən kişidir, həmişə. Ay maşallah. Nərman müəllim haqqında nə lazım idi onu dedilər. Mən bir də onu təkrar eləmək istəmirəm, vaxtımızı da almaq istəmirəm. Mən ancaq sizin hamınızdan yaşlı mənəm, mən bir ağsaqqal kimi arzu edərdim ki, Nərman müəllimin ailəsinin üzündən gülüşü, qəlbindən sevgini, ömründən sağlamlığı, ailəsindən xoşbəxtliyi, süfrəsindən ruzini, yolundan uğuru, həyatına, yaşayışından sevinci, qazancından xeyri heç vaxt Allah əskiyə eləməsin. Amin. Sizlə birlikdə qədəsin. Gözəl. Nərman müəllim, həyat yoldaşınız Tükazban xanımla qalan ömrünüzü xoşbəxt və sağlam yaşayasınız. Sağ olun. Balalarınızın barını, dərəsini, bəhrəsini görəsiniz. Allah onları sizə gözü dolusu versin. Nəvə nəticə toyu görəsiniz. Siz bir böyük bir tayfanın, nüfuzlu bir tayfanın nümayəndəsisiniz, ağsaqqalısınız. Onların hamısı, bütün tayfa sizə ümid bəsləyir. Sizə pənah gətirirlər. Sizə güvənirlər. Siz bu ağsaqqallığı, bu hörməti, bu kişiliyi, bu mərdliyi, bu cəsarəti öz sadəliyinizlə qazanmışsınız. Siz hər zaman insanlarla insan dilində danışmışsınız, xeyirxah olmuşsunuz. Diliniz həmişə xoş kəlamlarla açılıb. Heç kəsin şəxsi işinə qarışmamışsınız. Edib kimisə arxasınca danışmamışsınız. Könül sındırmamışsınız, başqasının bostanına daş atmamışsınız. Haqqın, ədalətin yanında olmuşsunuz. Yediyiniz çörəyə həmişə hörmətlə yanaşmışsınız, böyük kiçik yeri bilmişsiniz, elimizin, obamızın xeyrində, şərində yaxından iştirak eləmişsiniz. Yəni, insanlıq kriteriyaları bütün sizin simanızda toplaşıb. Hər şeyin ölçü vahidi olan kimi, insanlığın da ölçü vahidi vicdandır. Vicdanlı insan heç vaxt yalan danışmaz, doğru olar, dürüst olar, halal olar. Saflaşar, paklaşar, pillə-pillə, ilahiləşər, Allahın gözəl bəndəsi olar. Bəndəsinə çevrilir. Siz bugün Allahın ən gözəl bəndələrindən birisiniz. Siz elin, obanın içində özünüzə layiq ad qazanmışsınız. Buradakı orta nəslin nümayəndələri hamısı sizin əkdiyiniz ağacın meyvələridir. Bugün onlar hamısı sizlə fəxr eləyir. Siz də onlarla fəxr eləyirsiniz ki, sizin bugünkü gününüzdə yanınızdasınız. Yanınızdayıq. Bunun özü də elə-belə başa gəlməyibdir. Bunun siz böyük əziyyət, siz o qədər sadə adamsınız. Mən bayaq da dedim, mən sizlə cəmi 3 dəfə görüşmüşük və sizin o sadəliyiniz məni valeh eləyib. Siz heç vaxt mənəm demədiniz. Mən çox yerlərdə görürəm, hamı elə mənəm deməklə elə biz qazanan biləsən. Bəli, gərək bu nüfuzu, bu kişiliyi, bu mərdliyi, bugünkü günə, bu yaşa gəlməyiniz səbəbkarı sizin ürəyinizin təmiz olmalıdır. Süfrəniz həmişə sizin açıq o. İnsan o vaxt hörmətə minər ki, onun süfrəsi açıq olar, çörək verən olar. Allah heç bir bəndəsini çörəyinlə imtihana çəkməsin. Amin. Biz insanlar bu dünyaya gəlib yaşamağımızın mahiyyətini dərk edən andan hər kəs öz çörəyinin fəhləsidir. Çünki heç kimin çörəyi bacasından, başından tökülmür. Hər kəsin çörəyi daşdan çıxır. Çörəyin daşdan çıxmağı məncə də o qədər də qəbahətli bir iş deyil.
O şərəfli peşədir, işdir. Çünki orada bir ərənlik var, igidlik var, qoçaqlıq var. Eybi yox, qoy çörəyimiz daşdan çıxsın, amma çörəyimizin içindən daş çıxmasın. Daş çıxmasın. Çörəyin qiyməti ucuz, çəkisi yüngül ola bilər. Ancaq biz o çörək kəsirik ha. O kəsdiyimiz çörəyin məsuliyyəti dəyirman daşından dağırdı. Bu Allah rəhmət eləsin Bəhman belə Fərman Kərimzadə o bir axırıncı aşırım kinosu var. Orada görürsünüzmü? Orada bir fraqmentdə göstərir. Gəlir Kərbəlaya Qəmlo deyir ki, gəlib çıxıb da Baxsqulu bəy elə bunu burada işini bitirim geçsin deyir, kəs səsini deyir. Mən onunla çörək kəsmişəm. Haqqı salamım var. Yəni kişilik dövrü var idi. Yəni bugün də var. Var elə adamlarımız var. Siz də o köhnə kişilərdən birisiniz. Yəni indi burada çox uzatmaq istəmirəm. İndi birazdan o tərəfə keçəndə yaxşı şeirlər deyəcəm onun haqqında. Allah sana can sağlığı versin, uzun ömür versin. Həmişə bax belə qalasınız, belə gümrah görünəsiz. Elin obanın içindən bu şərəfli adınızı qoruya biləsiniz həmişə. Sənə can sağlığı, uzun ömür arzu eləyirəm. Səni həmişə belə firavan, xoşbaxt görmək istəyirəm. Var olasın. Dilli olasan, mehriban olasan. Məndən də bu qədər. Çox sağ ol, Allah razı olsun. Mənimlə çox tərifləyəcək sana. Bilmirəm, daxili bir şey çıxardacaq. Nə gözəl. Əgər vaxt olsa, mən saatlarla, Allah rəhmət eləsin Zəlimxan Yaquba, mənə imkan versələr, mən bütün günü danışaram sizin haqqınızda, var olasın. Bundan sonra ayrı-ayrı gəlib bir danışarsın. Amma kollektivlə gəl, kollektivlə gəl, tək gəl. Yox, mən Əflatun müəllim, əgər rəva bilərsə, mən o kişi ilə elə biraz da gözüm də yaxşı görmür, elə ona yanına sökənib gəlirəm. Özdə oxuya da bilmirəm ki, oxuyam, hazırlaşam, gələm, danışam. Elə Allah nə vergi verib, onunla da... Verib, çox verib. Vallahi oxuya bilmirəm, doğrusu. Çox gözəl. Elə hamısı içimdən gəlir vallahi. Ürəyində nə var, denən. Ürəyində müəllimlərimiz haqqında hər birimiz bizə dərs deyən, bizə zəhmət çəkən müəllimimizə borçluyuq. Mənə zəhmət çəkən müəllimlərimə, siz də biz müəllimlərə borçlusunuz. Bundan sonra da sizə borçlu olan başqa bir nəsil gəlib. Ötür. Mən dediyim kimi estafetanı verə-verə biz ömrümüzü başa çatdıracağıq. Çox gözəl. Bu ömür bugün buradayıq. Allah verdiğini de Allah verir, aldığını da Allah verir. Verəndə biz sevinirik, alanda kədərlənirik. Allah bizə hər şeyi borç verir. Biz o borcu axıra çatdırmalıyıq. Allah'ımıza həmişə şükür oxumalıyıq. Biz Allah'ımıza borçluyuq. Ona görə də biz həmişə xeyirxah olmalıyıq, çörəkli olmalıyıq. Ve yediğimiz çöreğin qədrini bilməliyik. Mən o çöreğin barlanır, nənəmizin pişirdiği o şal çöreğini silip, belə qızdırıb yedik. İndi çörək barlanır, deyirəm bu çöreğin qədrini bilməyən. Allah estağfurullah, Allah onun yanında günahkardır. Allah yanında günahkardır. İndi sen bu sözünü de. Gözəl əzizlərim, bir-birindən qiymətli, dəyərli, həm atamın həmkarları, siz mənim üçün ikiqat əzizsiniz. Çünki mən də atamın nəfəsini sizdən alıram. Belə də İnşallah. Yenə deyirəm, mənim üçün dünyada ikinci bir el adam. Allah hamısını biz həyatda olanlara can sağlığı diləyirik. Elə də Allahın lütfü üzərinizdə olsun müəllim. Gözəl də bu aprelin maya keçid dönəmində, təbiətin oyanışında, bu dünənin soyuğuna bax, bugünün günəşinə bax. Bu sizin qismətdəsiniz. Biz gəlirik, Ruzeli qonaq gəlir, çıxır mənzilinə. Əgər əksi olanda baş tutmur, səbəblər çıxır, problemlər çıxır.
İnsanın, valla o vaxt xatırlayıram, bazara bir şey aparanda da deyirdilər, uğruna gör kim çıxdı, uğruna gör kim çıxdı. Bəli. Elə adam çıxırdı, bəzən koruppiyi geri aparırdılar, satırmıyor. Satılmadı. Satılmıyor. Bu zarafat öz yerində sınanmış şeyler var. Enerji. Əvlatım doğrudan demədi. İndi Elə təci sözlər deyirsən ki, bir də. bu indi bizim uğurumuz baş tutur. Böyük bir xoşbəxtlikdir ki, həqiqətən belə də texniki hissədə belə bizim ümumi sözlərimiz, fikirlərimiz, ürək sözlərimiz və gözəl ardıcıllıqla gəlir. Onu icazənizlə belə bir mən də bir dediyiniz dəyərlərə bir əlavə dəyər qataraq deyim ki, doğrudan indi aparıcılığı öz yerində bir də ürək sözlərimi əlavə deyim, tamamlayaq. 1-2 dəqiqə, maksimum 2 dəqiqə. Demək nədir? Həqiqətən də belə bir deyim var, verdin adındır, yedin dadındır, qaldı yadındır. Bugün həqiqətən əslində axtarsan hamının elə bir doğum günü kimidir. Niyə? Çünki keçmiş keçib, yoxdur. Əlini uzatsan da çatan deyil. Gələcək də məhculdur. Gələcəkmi? Adında gələcək deyirsən. Gələcəkmi? Gələcəkmi? Deyir, dün keçdi, bugünü gördük, yarın, sabah varmı? Gəncliyinə güvənmə, ölən həp ixtiyarmı? Yəni ona görə bunlar bilinməz. Gələn birdir, qalan birdir, gedən bir. Gələn gələr, gedən gəlməz, əcəb sir. Söyləyiblər bir əvvəl var, bir axır, yalan sözdür, nə əvvəl var, nə axır. Ortada dəyişə gedir. Müəllimə gəlincə, müəllimə də elə Rəhmət Nizami Gəncəviyə üzündə, simasında hər şey yazılıb. Yaxşılığı əzəl gündən adət etsən özünə, yaxşılığın hər yerdə qapı açar üzünə. Odur, bu qapı açıldı, biz də gəldik, niyyətli, xoş, məramlı, xoş məramlı insan. Kişilər gəlməsə, kim gələcək mənim? Niyyətin, sözün, məramın, Allah bizi gətirdi. Bu gün də gözəl gün oldu, hələ davam edir. Belə də qardaşlarım, hamısı bir-biri ilə, bəlkə də belə deyim, biraz da şey etsək, onların dabırından, öz, nə bilim, intelligentliyindən, ziyalılığından yığcam, lakanik fikirlər dedilər. Hamısı doludur. Sizlə bağlı xatirələr bitər mi? Siz bir günün mü Nəriman müəllimsiniz? Siz 90 il arxada bir ağacı ki kəsirsəm, en kəsiyində 90 dənə iz olan bir koğuşda ağacsınız. 19 nəvə, 20 və şərti deyirəm, 20 nəticə. Siz elə bax belə yığcam bir səcərəsiz, siz bir ailə ağacısınız. Biz də sizin ətrafınızda qardaşlarımızla bunların hamısı könül, belə deyim, bağıdır. Sevinci paylaşırsan çoxalır. Qəminiz kəm olsun, qəmi paylaşırsan azalır. Ona görə də bizim birliyimizdə, bərabərliyimizdə, elə sizin yanınıza gəlməyimizdə məqsəd ilə həqiqətən sizi bir üzü güldürmək, bir üzü sevinçli etmək və arkada qalan nədir? İzdir. Arkada qalan nədir? Yaşadığın ömürdür. Ömür dediyin nədir? Deyir, ömür dediyin sorsalar nədir? Xətləri qırışıq bir xəritədir. Üzümüzə baxın, hamıda da var. İz qorp gedir. Hər gün ağaç yenə də deyirəm, böyüdükcə bağırsan, bəzən diqqət etmirlər, qabığı çat verir. Bizim özümüz də zahirən həmin adamıq. Bax, yaddaşınıza diqqət edirəm, maşallah. Sağlığınıza diqqət edirik, maşallah. Amma mahiyyətcə, görkəmcə Nəriman müəllimsiz. Amma bizim 60-cı illərdə, 50-ci illərdəkindən nə qədər dəyişmiş, nə qədər nuraniləşmiş bir ağsaqqalımızsınız. Biz bu ocağa həmişə xeyrə gələk, gözəl sədalara gələk. Mən bu qardaşlarımın sayı da onların aşsın, sizin bu ocaqda hər zaman sevinçli günlərinizə gəlsin. Mən də təşəkkür edirəm. Təbii ki, hər şey deyildi, bunu təkrarçılıq, belə bəzən deyirik, qardaşım bir sözü var, yaxşı sevmilmək, dönə oxu belə öz yerində. Nəriman müəllim ortada, bəzən bir gözə baxanda daha çox söz deyir, nəinki dil açıb söz deyəndə. Ona görə sizin baxışınız o qədər mənalıdır. Varlığınız, hamınız bir tarixsiz, hamınızın bir arkada özünüzə məxsus şıxlı iziniz var. Belə də tərənnüm oluruq burada.
Nəriman müəllim səbəbdir. Nəriman müəllim kimi bizim ağsaqqallar həmişə var olsun. Həmişə də belə hər ocaqda gür olsun işığı. Sağ olun. İti ürsün, tütsüsü Sizdən çıxsın. Allah. Ətrafında yallı deyək, yallı gedək oynayaq. Belə də sevincinə sevinç qataq. Çox təşəkkür edirik qardaş. Sağ olun. Var olun, var Sağ olun. olun. Rasim müəllim, siz də sağ olun. Belə hər tərəfli, əhatəli izah verdiniz. Bu da böyük. Siz də müəllimsiniz. O təşəkkürlərin hamısı sizə də düşür. Çox sağ olun, çox var olun. Özü də ən nümunəvi müəllim. Müəllimlər müəllimi adını almışsınız artıq. Bəli, Çox bəli. Bəli, ali təhsil ocağında böyük bir universitetdə dərs aparırsınız. Hər an biz izləyirik, fəxr eləyirik, qürur duyuruq. Bəli. Onsuz da o hissəsini vəfalı kəsəcək dev tərifə yedik. Yo,